Xartiya 3 bölmədən ibarətdir. İlk bölmə regional bağlantıları əhatə edir. Sənəddə regionun beynəlxalq ticarət və tranzit potensialını artıracaq multimodal bağlantı layihəsi kimi Tramp marşrutunun və orta dəhlizin əhəmiyyəti xüsusi vurğulanıb. İqtisadi sərmayələr bölməsində isə ölkəmizin bölgədə enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika sahələrində mövqeyini gücləndirmək səyləri alqışlanır, iki tərəfli ticarət və sərmayələri artırmaq niyyəti yüksək qiymətləndirilir. Texnoloji əməkdaşlıq baxımından yeni istiqamətlərdən biri də süni intellektdir. Mənim ehtimalıma görə bu, məlumat mərkəzlərinin qurulmasını və texnoloji işçi qüvvəsinin formalaşdırılmasını əhatə edəcək. Yəni, yeni elementlər ABŞ və Azərbaycanın 10 illiklər boyu qurduğu əməkdaşlığın üzərində inşa olunur. ABŞ əlavə hərbi əməkdaşlıq formalarını da nəzərdən keçirəcək. Terrorla mübarizə və humanitar mina təmizləmə üzrə əməkdaşlığın artırılmasından da bəhs olunur. Bunlar uzun müddətdə əməkdaşlıq davam edən sahələrdir. Yeni olan isə ABŞ-nin Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etmə öhdəliyidir.